Salamlar, 9-cu sualın izahını verəcəm. Bizdən parafraza etməyimizi, yəni cümlənin eyni mənasını variantdan seçməyimizi istəyir. From the days of the Ottoman Empire through the present, coffee has played an important role in Turkish lifestyle and culture. Deyir ki, Osmanlı İmperiyası günlərindən bəri hədələr içərisində kofe türk həyat tərzi və mədəniyyətində vacib rol oynayıb. Biz burada mütləq şəkildə Osmanlı İmperiyası və Türkiyə sözlərini saxlamalıyıq. A variantına baxdıq. Deyir ki, Osmanlı İmperiyasının tərkibində vacib hədiyyə olan kofe öz məşhurluğunu itirib, itirmək yoxdur. B-də deyir ki, Osmanlı İmperiyası dövründən bəri indiyə kimi kofe türk mədəniyyətində vacib hissədir. Elə cavab olacaq B. Gəlin baxaq niyə digərləri səhvdir. C-də deyir ki, Ottoman İmperiyası dağılandan bəri kollaps dağılmaq, sübuta uğramaqdır. Burada elə bir cümlə keçmədi. D-də deyir ki, Türkiyədə kofe vacib rol oynayır insan həyat dərsində. Amma biz burada Osmanlı İmperiyasını da vurğulamalıyıq. Onun görə D səhvdir. Bir də Y-də nədir? Deyir, kofe Osmanlı İmperiyası tərəfindən tanıdılıb türk mədəniyyətinə. Xeyr, o vaxtdan vacibdir. Osmanlı İmperiyası tərəfindən türk mədəniyyətinə tanıdılıb deyə bir cümlə yoxdur. Daha çox videolar üçün kanalımı izləməyi unutmayın. Sağ olun.